Müasir dövrdə hər bir dövlətin uğurlu inkişafı yalnız iqtisadi göstəricilərlə deyil, həm də siyasi sabitlik, güclü idarəçilik və milli maraqların ardıcıl qorunması ilə qiymətləndirilir. Son illərdə Azərbaycan bu istiqamətlərdə mühüm nailiyyətlər əldə edərək regionun aparıcı dövlətlərindən birinə çevrilmişdi. Həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkədə sabitlik qorunub saxlanılmış, iqtisadi inkişaf davam etdirilmiş və Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmlənmişdi. Bu uğurların cəmiyyət tərəfindən necə qiymətləndirildiyini ictimai rəy sorğularının nəticələri də təsdiqləyir. Medianın İnkişafı Agentliyinin sifarişi ilə keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 87,7%-i Prezident İlham Əliyevə etimad göstərdiyini bildirib. Bu göstərici ölkə vətəndaşlarının böyük əksəriyyətinin həyata keçirilən dövlət siyasətini dəstəklədiyini və aparılan islahatları müsbət qiymətləndirdiyini göstərir. Sorğu nəticələri göstərir ki, hər 10 nəfərdən təxminən 9-u dövlət başçısının fəaliyyətini uğurlu hesab edir. Araşdırma zamanı iştirakçılar ölkədə sabitliyin qorunmasını, təhlükəsizliyin təmin edilməsini və milli maraqların qətiyyətlə müdafiə olunmasını əsas prioritetlər kimi qiymətləndiriblər. Respondentlərin böyük hissəsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasını, xarici siyasətdə əldə olunan uğurları və regional əməkdaşlıq sahəsində həyata keçirilən təşəbbüsləri müsbət dəyərləndirib. Xüsusilə son illərdə ölkənin suverenliyinin tam təmin olunması və işğaldan azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı bərpa quruculuq işləri vətəndaşlar tərəfindən mühüm nailiyyət kimi qəbul edilir. Ölkədə həyata keçirilən iqtisadi islahatlar da vətəndaşların rifahının yüksəldilməsinə xidmət edir. Qeyri-neft sektorunun inkişafı, yeni sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatının dəstəklənməsi, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi və sahibkarlığın stimullaşdırılması iqtisadi dayanıqlığın güclənməsinə şərait yaradır. Eyni zamanda sosial layihələrin genişləndirilməsi, əmək haqlarının və pensiyaların artırılması, təhsil və səhiyyə sahəsində aparılan islahatlar əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəlib. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu da sorğuda müsbət qiymətləndirilən istiqamətlər sırasındadır. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı, beynəlxalq təşkilatlarla əməkdaşlıq və regional sülh təşəbbüsləri ölkənin etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Beləliklə, ictimai rəy sorğusunun nəticələri göstərir ki, vətəndaşların böyük əksəriyyəti ölkədə həyata keçirilən siyasəti müsbət qiymətləndirir və dövlət başçısına yüksək etimad göstərir. Bu etimad göstəricisi siyasi sabitliyin, milli maraqların qorunmasının və ardıcıl inkişaf strategiyasının cəmiyyət tərəfindən dəstəkləndiyini nümayiş etdirir. Bu nəticələr Azərbaycanın gələcək inkişafı üçün güclü dövlət idarəçiliyi, milli birlik və davamlı islahatların əsas prioritet olaraq qaldığını bir daha təsdiqləyir.